Qara geyinmiş minlərlə yas saxlayan şəxs cümə axşamı İranın Məşhəd şəhərinə axışaraq ölkənin mərhum ali rəhbəri Ayətullah Əli Xameneyinin dəfn mərasiminin son günündə iştirak edib. Associated Press-in məlumatına görə Xameney İran, ABŞ və İsrail arasında baş vermiş müharibənin ilk anlarında həlak olub və bir neçə gün davam edən vida mərasimindən sonra cümə axşamı torpağa tapşırılması planlaşdırılıb. Mərasimə toplaşanlar İran bayraqları, eləcə də matəm və qisası simvolizə edən qırmızı və qara bayraqlar dalğalandırıb, həmçinin Xameneyinin şəkillərini qaldırıblar. Vida yürüşü İmam Rıza ziyarətgahında başa çatacaq və Xameney burada dəfn olunacaq. İştirakçıların çoxu Xameneyinin tabutunu daşıyan yük avtomobilinə toxunmağa çalışıb. Bəziləri isə şərflərini və digər əşyalarını tabutun üzərinə sürtülməsi üçün müşayiətçilərə veriblər. Bu, İranda xeyir, dua və bərəkət gətirdiyinə inanılan geniş yayılmış ənənələrdən biridir. Müharibənin başa çatdırılması ilə bağlı yekun razılaşmanın əldə olunması üçün danışıqların dəfn mərasimindən sonra başlaması gözlənilirdi. Cümə axşamı başa çatan dəfn mərasiminin gərginliyin azalacağı bir dövr olacağı gözlənilsə də, ABŞ prezidenti Donald Trump həmin gün İranla əldə olunmuş atəşkəsin artıq başa çatdığına inandığını bildirib. Trump deyib ki, artıq hər hansı razılaşma əldə etmək istəyib. İstəmədiyinə əmin deyil və ABŞ-ın işi başa çatdırmalı olduğunu söyləyib. Bununla yanaşı, o, davam edən hücumların müharibənin yenidən başlanması və ya uzun müddətli hərbi əməliyyatlara qayıdış anlamına gəlmədiyini də vurğulayıb. Trump'ın ziddiyyətli açıqlamaları, qeyri-müəyyən mövqeyi və ardıcıl hərbi zərbələrə verdiyi razılıq münaqişənin növbəti mərhələsinin necə olacağı ilə bağlı ciddi suallar yaradıb. Bu isə uzun illərdir bir-birinə qarşı duran tərəflər arasında ilkin razılaşmanın əldə olunması üçün aparılan çətin diplomatik səylərdən cəmi bir neçə həftə sonra baş verir. الحمد لله الذي رزقنا الشهادة في سبيله الحمد لله الذي رزقنا الجهاد سنگ تمام رو بستند از سایه ما ملت امام حسینی و شعارمون یا حسینه یادتونه یه روز میگفتیم ای پسر فاطمه این آقا میگن پیکر آقا تو خیابون یواش یواش داره میاد قیمت و تریاب تو سربند باید بایستی آقا رو ببینید با چشمانی پر از همین رو بایستی سرده حالا مونده تا برسان با کلامی هیچ راهی جز به شاهی رو زدن داد زدن خدا سلام